Salam əziz dostlarım. Bugün geranlarımla sizi salamlayıram. Yağışdan sonra bunların videolarını çəkirəm. Yağış yağdı, mənim də qaçaqaş qoğa-qov günlərim gəlir o dəqiqə. Bunları pişik balasını daşıyan kimi, bacım demişkən, pişik balasını daşıyan kimi bunları içəri daşıyıram, çölə daşıyıram. Bütün günüm mənim demək olar ki, bu günlərimləndir. Ancaq bunları ora daşı, bura daşı. Bax belə həyatım keçir gedir. Kralalarım hələ ki qəşəng çiçəkdədir. Buradan yeni çiçəklər gəlir. Çox yaxşı, gözəl bir, rahat bir bitkidir. Çox gözəldir. Elə bunları görmüşkən dedim sizə bunların videosunu təkrar çəkeyim. Yağış yağanda bunların bəzilərin çıxart çəkdim navesimizin altına. Bəzilərin amma elə yerində qaldı. Çünki güllərim çoxdur. Bunun hamısını mən eləyə bilmərəm, yığa bilmərəm. Belə gözəllikləri hələ də davam edir. Mənim gözəl çiçəklərimin. Bir də mənim bacım var. Mənə deyir ki, bizə bunun artırılması haqqında bir məlumat ver. Yazmağa vaxtım olmadı, amma onun üçün xüsusi bir video çəkəcəm. Bunların artırılmasın. Şimdi qab tapıram, daha doğrusu indi qab tapan kimi onu necə mən əkirəm, onu sizin üçün videosunu çəkərəm. Mən nətər əkirəm, indi hərənin bir əkmək qanunu var. Mən də əkdiyim hələ ki, indiyənə qədər şey olmayıbdı, yanılmayıbdı. Ona görə mən əkdiyim qaydada da bir video çəkəcəm. Sizə onu da yayınlayacağım. İndi qab tapmadım. İndi hər hansı bir qavur olsun tapan kimi onu çəkmək istəyirəm. Geranımda görürsünüz ki, qəşəkdir. Bu otları da serçələr gətirir. Harada nə ot var, gətirib evin qabağına yığır. Özlərinə yuva qurmaq istəyirlər. Belə bunların bir qismini belə bu tərəfə yığmışam. Belə buraya yığdım. Güzəllərim. Bunların hamısını yığmışdım navesin altına. Təkrar gətirib yığmışam bura. Bu da bala olanımdır. Görürsünüz bir elə küləyə, yağışa baxmayaraq hələ də bol çiçəkdədirlər. Gözəllərim. Bu gülüm də artıq çiçəyimin üstündə yağış var. Bunu götürməmişdim yağışın altdan. Bunlar da qəşəng çiçəkləməyə başlayırlar. Bunlar yağışın altda olubdu. Bunları götürməmişəm. Amma bəzilərini götürmüşdüm. Qızların bəziləri mənə yazdı ki, bu ətirşah deyil. Bu geranlardan yana onların başqa növüdür. Mən özüm buna ətirşah deyirəm. Çiçəklərinə görə. Yəni bilirəm mən də bu ətirşah olmadığını. Ceyran gözünün xırda yarpaqlısıdır. Amma ətirşah çiçəyinə oxşuyur deyə çiçəkləri. Mən özüm ona ətirşah deyirəm. Bunların hələ yağış üstündən getməyib, belə şeylidir. Bunları yağış vurub. Səhərə qədər yağıb. Hamısında yağış vurubdur. Amaralisimdə hələ ki şehli-şehlidir. Burada yağış. Qorxdum ki, birdən dolu yağar. Amma yorğun idim deyəm, bunların hamısını yığmadım navesin altda. Amma dedim, birdən dolu yağar. Allah'tan dolu yağmadı. Ağ güllərim də artıq başlayır açmağa. Mən dərin budama eləmişdim deyə. Bunlar çox hündür idi də. Əvvəlki videolarımı izləyənlər bilir, çox hündür idi. Amma mən
dərin budam elədim. Bunlara tamam cavanlaşdırdım. Hələ ki bunlar belə düymədədir. Bir yeri də dərmanlayıram, yerində bitləri var. Bu güllərimi də budadım artıq. Çiçəkli zoğlarını qırdım. Bir dənə belə zoğları saxlamışam. Çiçəkli olanları dibindən qırmışam. Burada da biri var idi də, bilirdiniz, rozlu açan. Onu belə dərin budam eləmişəm. Çünki çox əyilmişdi ayna bəri. Onu dibindən qırmışam. Bu tərəfdəkini də dərindən qırmışam. Bu çil açanı da belə qırmışam. Yanındakı bu zoğları gələn ilə çiçək açacaqdı. Çox toppuz kimi idi başı. Çox yekə idi, amma onu qırdım. Çox əyilirdi ayna bayna. Güzel qızıl güllərimdə qırxılacaq qızıl güldür. Bunlar da açacaqlar inşallah. Burada da bir iki dənə göy zambağım var. Bu elə çox yaxşı aşmadı. O tərəfdəkilərim də elə yaxşı aşmadı. İndi bəlkə də onları çıxardıb arxa həyətimizi, arxa bağçamızı əkdim. Bax belə dostlar, hamısını mən belə kökündən qırdım. Bax bu hissəsindən. Belə göstərim. Biraz da yağış təvq eləmişdi. Tamam. Elə qaçını belə vurdum. Biraz üstündə var idi, amma yağış nətər xarab elədisə, elə qırdım ki, qoyu rahat yeni zoğlar, yeni körpə zoğlar versin. Hamısını budamışam. Hamısını. Köhnələr də eləmişəm, təzələr də eləmişəm. O mor açanlarımı da eləmişəm. Belə qoyaq, dursun burada. Belə qəşək bunlara budam elədim belə. Birdən deyirsiniz ki, hayfınız gələr, bunu niyə qırdın belə elə. Onun özünün xeyirliyi üçün qırmışam. İnşallah gələnim bundan gözəl açacaq. Yəni yağış belə insan bunları belə xarab eləməsə qırmazdım. Amma tamam yatırtmışdı yerə. Hətta birinin kökü də çıxıbdı. Onu əkmişik arxa bağçamıza. İndi gələn ilə inşallah o da orada pöhrəliyər yəqin ki yaxşı olar. İndi də bunu tamam toxuma gedirdi. Mən də əldə yerdən qırdım. Qoy yeni pöhrələr versin. Daha qəşəng olsun. Bu da o birisi olanımdır. O karışnevi renkli açandı. Sarı karışnevi qarışıq. Onu da belə budamışam. Bir dənə kökü qalıbdı. İndi yeni zoğlar gələcək. Gələn çiçəyin onlar açacaqdı. Bu da evimizin arxasında olan ağ gülümdür. Bu da qələmindən keçən əkmişdik. Yəni budayan vaxt elə bir budağın burası açmışdıq. Belə qəşək ağ gül olubdu. Görürsünüz, keçən ildən bu yana nə qədər həm boyu uzanıb, həm də özü qəşəng olubdu. Bu da qonşu ilə biz aradadır yenə belə qarağatdır, ağac qarağat. Görürsünüz nə qədər gətirib. Bu il məhsulu yaxşıdır. Allah zavallından saxlasın. Belə qəşəkdir. Bu qara qarağatdır. Belə qəşəkdir. Bu da mənim bol qoxulu qırxılacaq qızıl gülümdür. Bundan əsərətən mərəbbə pişiririk. İndi məndə hələ ki belə azdır, amma daimgildə çoxdur bundan. Versələr biz də pişirəcəyik yenə. Belə qəşək qırxılacaq olan gülüm. Çox qəşəkdir. Bu da bunun üstünə belə tökülür. Burada durmuşam. Bunun qoxusu məni valeh eləyir əziz dostlar. O qədər gözəl qoxusu var ki. Çox qəşək qoxusu var. Belə qaravatları da sizə çəkim.